Allah'ım hər kəsə salam olsun. Bir günləri bax məktəbin yanında dayanacaq düz yaxın, asfalt yol və mərkəzi kanalizasiya komandaları hamısı var. Və onu da mən sizə bildirim deyim ki, evimiz bir dənə salon var və 3 dənə də otaq ondan əlavə. Otağımızın biri kiçikdir, amma salon üçün, istifadə üçün, xanımlar üçün inşallah yararlı bir yerdir. Allah evi olmayanlar Allah ev qismətin. Buyuraq, baxaq. Hər kəsə Allah'a salam olsun. Bir günləri 155 nömrəli məktəbin yanında həm salonu da var, istifadə etsin. Bizim bəzi xanımlar istəyir ki, evin yanında salon açsın, salon istifadə etsin. Biznes üçün yararlıdır. 2 dənə də otaq əlavə, salondan əlavə 2 dənə otağımız da var. Və qiymət də münasib bir qiymətdədir. 33.000 manata. Allah evi olmayanlara inşallah Allah evi qismət. Buyuraq baxa bilirsən. Hal-hazırda bax bura bizim qonaq otağımızdır, bax beləncindən. Və əlavə burada da bir dənə belə bir otaq var. İstəsəniz buranı da bir yataq otağı eləmək olar, mümkündür. Yəni yataq olacaq 3 otaq, bir də salon. Hal-hazırda bax girişimiz bir otaq, qonaq otağıdır və oradakı otaq da birbaşa oradan açılır. Deməli bax burada da bir dənə belə bir yataq otağıdır. Pəncərəsi var, genişdir. Qiymət münasib bir qiymətdir. Hal-hazırda bax girişimiz otaqlar orada, yəni 3 dənə otaq orada. Biri balaca otaqdır, biri qonaq otağıdır, biri yataq otağıdır və bu da salondur. Yəni xanımlar üçün burada evin içində biznes qurub işlədə bilər. Hansı ki xanımlar ki salon işlətmək istəyirlər, yaxud nəsə biznes üçün bir dükan açmaq istəyirlər, evin içində işlətmək mümkündür. Burada da bir dənə bax beləncə bir mətbəximiz var və sanitar qovşağımız. Bu da bizim sanitar qovşağımızdır. Qiymət də ki, cəm 33.000 manatdır. Cəm qiymətli kredit falan deyil. Girişimiz burada düz məktəbin yanında yerləşdirimiz. Astronomiya yaxın, marketlərə yaxın yerdədir. Yenə dediyimiz kimi qiymət 33.000 manatdır. Allah evi olmayanlar Allah ev qisməti biznesində yararlıdır. Çünki bundan əlavə gördüyünüz kiçik bir dənə otaq var, bir dənə qonaq otağımız var, bir dənə yataq otağımız var, 3 dənə otaq əlavə var. Yəni bu da otelli, evin içindədir, salonu var, amma həyət yoxdur, yəni biləsiniz. Həyət yox. Çünki yolun düz qırağına düşür, biznesin yararlıdır yenə dediyim kimi. Məktəb, bağça, apteklər hamısı yaxındır və dayanacağımız da yaxındır. Kürsü də 3 daş kürsüdədir. Sağ olun, var olun, Allah'a əmanət olun.